Birinci suala baxaq. Deməli, bizdə nə verilibdir? A 3-dən böyükdür. Kvadrat kökünün içərisində 3 çıxanın kvadratı, kənarda da A-3 verilibdir. Bir dənə bura baxaq uşaqlar, nəyi nəzərə alaq? Cüt cütü aparanda deyirdi ki, modulda çıxırdı. 3 minusa çıx olduğu kimi digərlərini də bura köçürdürük. A 3-dən böyük bir ədəddir. Ona görə 3 çıxanın işarəsi mənfiyə bərabərdir. O da modulda mənfidirsə, içəridə azalanla çıxılanın yerini dəyişirik. A çıx 3, ardınca da gəlirik çıxılsın A, çıxılsın 3. Burada A'lar biri mənfidir, biri müsbət, bir-birini aparır. Mənfi 3 ilə mənfi 3 qalır. Bu da bərabər olur nəyə? Mənfi 6-ya. Keçək ikinci suala. İkinci sualda, yadda qalsın uşaqlar, cüt-cütü aparanda modul eləyirdi. Yəni ədədi müsbətləşdiririk. Amma tək-tək aparanda isə elə ədədin özüdür. Yəni müsbətdirsə müsbət, mənfidirsə mənfi eləyirlər. İndi bura baxaq. 2 2 ilə getdi, verdi bizə neçə? 15. Yenə kvadrat ilə bu getdi, verdi bizə modulda -10. Çıxılsın. Burada 2 ilə 2 getdi, qaldı geriyə 7. Burada da baxaq yenə kvadrat ilə kök altı getdi, çıxılsın. Modulun içərisində -12 eləyirlər. İndi hesablayaq. 15 üstə gəl. -10-un modulu elədi -10. Çıx 7. Çıx -12-nin də modulu elədi 12. Deməli baxaq. 15 üstə gəl 10 eləyir 25. 25-dən 7 çıxıram qalır 18. 18-dən də 12 çıxıram qalır geriyə neçə? 6. Deməli cavab 6 olacaq. D variantı. Keçək 4-cü suala. 4-cü sualda nə verilibdir? Buradakı ifadəni daha yaxşı başa düşməkdən ötürü uşaqlar heç kökə fikir verməmiş kimi deyim, nə tipdə ifadə olduğuna baxın bir dənə bunun. İçəridə yazılıbdır A vur B. Mötərizənin içərisində yazılıb A böl B, çıx B böl A. Belə bir ifadə verilibdir elə bil ki bizə. İndi bunu necə eləyirik? Paylama ilə vurub açıram. AB-ni əgər vursam A böl B-yə, sonra ardınca çıxma qoymuşdu, biz də çıxma yazaq. Bu dəfə də AB-ni, yəni paylama ilə AB-ni vururam B böl A-ya. Nə qaldığına baxaq. Burada B ilə gedir, qalır geriyə A kvadratı çıx. Burada da A ilə A gedir, qalır geriyə B kvadratı. Baxın, həmin məntiqdən həll olunmalıdır, yəni bu misal. 4-cü misaldan gedir söhbət. İndi yazıram kökün altında 7/5 vur 1/3. Bunu vuracaq içərisindəki birinci elementə. Və ikisi də kvadrat kökdür axı. Burada kvadratdır, burada hətta hər üçü də kvadrat kökdür deyə vurmanı bir kökün altında yaza bilərəm. Yazıram bura 7/5 vur 1/3. Birinci kök altını bağladıram. Keçirəm nəyə? İndi 7/5 1/3-ü vururam ikinci elementə. Bir kökdə də yazaq. Yenə yazıram 7/5 1/3 vurulsun. Bu dəfə 1/3 surətdədir, 7/5 məxrəcdədirlər. İndi baxaq. Burada daha doğrusu 1/3 1/3-ü aparır. Qalır geriyə nə? Kökün altında 7/5-in kvadratı. Çıx. İkinciyə baxaq. İndi də 7/5 7/5 aparır. Qalır geriyə 1/3-ün kvadratı. Cütlə cüt getdi, verdi bizə 7/5-in modulu, yəni özü. Burada da cütlə cüt getdi, verdi bizə 1/3-ün modulu. O da elə yenə 1/3 eləyirlər. Və bunların hər ikisini bir-birindən çıxdıqda qalır geriyə 6/2. Keçək 6-cı suala. Buranı təmizləyək. Deməli 6-da nə verilibdir bizə? Deyir ki 3 məxrəcdə kök 5 minus kök 2 bizdən soruşur ki, bu kəsri məxrəcini irrasionallıqdan azad eləyək. O da biz nə eləməliyik? Kök 5 çıx kök 2-dir. Məxrəci irrasionallıqdan azad etməkdən ötürü kəsrin həm surəti, həm də məxrəci eyni zamanda məxrəcin qoşmasına vurulur. Çıxmalı ifadənin də qoşması nə idi demişdik? Uşaqlar, toplamalı ifadə, düzdürmü? Yazıram bura kök 5, üstə gəlsin kök 2. İndi baxaq. Kök 5 çıx kök 2, kök 5 üstə gəl kök 2. Bu nəyin düsturudur? A çıx B, A üstə gəl B. Müxtəsəri görürsünüz uşaqlar burada. A-nın kvadratı çıx B-nin kvadratı olmalıydı, düzdürmü? Yəni bura nəyə bərabərdir? Birinci ədədin kvadratı çıx ikinci ədədin kvadratı. Burada da köklə kvadrat getdi 5 qaldı. Yenə köklə kvadrat getdi 2 qaldı. Məxrəcim nəyə bərabər oldular? 3-ə. Deməli yazıram, məxrəcdə alındı 3, yuxarıda alınıb 3, kök 5 plus kök 2. Burada paylamaya getməyə ehtiyac yoxdur uşaqlar. Çünki elə üçləri bir-biri ilə ixtisar eləsək, daha sadə bir ifadə alınır. Deməli, qiyməti bərabər olar, kök 5 üstə gəlsin kök 2-yə. Keçək 8-ci suala. Deyir ki, P mənfi ədəddir. Modulda P4, daha doğrusu kökün altında P üstü 4, üstə gəl P kvadratıdır. İndi bir dənə yazaq.
Bunları ayıraq. Deməli, nömrənin 8 idi də burada, düzdürmü? Baxaq, kök 6 dərəcəsi neçədir? 2. Cüt ilə cüt ixtisar getdi. 4-ü 2 ilə ixtisar eləyəndə p kvadratı qalır, amma harda? Modulda. Yenə 2 ilə 2 ixtisar getdi. Qaldı geriyə p. Bu dəfə yenə modulda. Üstə gəlinsin. Arada toplama qoyduq. Məxrəcdə olduğu kimi saxlayaq. Məxrəclə hələ ki işimiz yoxdur. Gedək nəyə uşaqlar? P-nin mənfi olması sizi çaşdırmasın. Mənfi belə olsa, kvadrata yüksələndə avtomatik nə olurdu? Bu müsbət. Amma buradakı p isə bizə mənfi idi, düzdürmü? Nə qaldığına baxaq. Yuxarıda elə p kvadratı çıxır. Aşağıda isə yəni yanında da nə çıxırlar? Mənfi keçir qabağa, olur mənfi p. Yanında da p minus 1. Gedək yuxarıya. P kvadrat çıx p. Ortaq vuruq nəyi alaram kənara? Buradan p-ni alaram, düzdürmü? P-dən 2 dənə idi. Birini götürdüm, biri qaldı. P-dən 1 dənə idi. Götürdüm, geriyə əmsalı qaldı. İndi burada da ixtisarlar eləyək. P-1, P-1 apardı. Cavab elə bərabər oldu nəyə? P-yə. 9-cu sualda oxşar sualdır. Özünüz həll eləyirsiniz. Keçək 10-cu suala. Onda nə verilibdir bizə? 20 bölünsün, kök altında 20-dir. Kök 20-ni necə yaza bilərik uşaqlar? 4 vur 5 deyə bilərəm də, düzdürmü? 4-dən nə çıxar? 2, amma 5 çıxa bilməz. Çıxılsın 16. 80-in yerinə də deyərəm ki, 16 vurulsun 5. 16-dan nə çıxar? 4, amma 5 çıxa bilmədi, qaldı. Burada da 1, 5 yazılıbdır, düzdürmü? Surəti elə 1 kimi saxlaya bilərik. Çünki 1-dən elə 1 çıxır. Məxrəci ilə kök 5 kimi də saxlaya bilərik. Gedək nəyə? 20 ilə 2-ni ixtisar eləsəm qalır 10 böl kök 5. 16 ilə 4-ü ixtisar eləsəm qalır 4 böl kök 5. Burada da 1 böl kök 5. Hər üçünün də ortaq məxrəci kök 5-dir. Burada kök 5 yazıram. Yuxarıya nə yazıram? 10 çıx 4 çıx 1. Ondan 4 çıxıram 6. Bundan da 1 çıxıram qalır geriyə 5. Məxrəcə kök 5. İndi bu variantı axtarıram. Variantlarda belə bir şey olmayacaq. Niyə? Məxrəcə kök 6 saxlamırdılar. Onda kök 5-i qoşmasına vuraram. Kök 5-in qoşması elə yeni özüdür. Surəti də məxrəci də kök 5-ə vurdum. İndi deyirəm kök 5-i kök 5-ə vuranda nə eləyəcək uşaqlar? Eləyir 5. Yuxarıdakını da heç nə eləmirəm, qalsın bu formada. İndi rasional olan 5-lər bir-biri ilə gedir. Qalır geriyə kökün altında 5. Bu da B variantındaydı. 12-ci sualdan davam edək. Deyir ki, x bərabərdir 10 vur kökün altında 7, y bərabərdir kökün altında 10-da 7. Belə bu formada verilibdir. Bir də bunlar arasındakı münasibətin tapılmasını istəyir. X ilə y-ə baxın uşaqlar. Ayrı-ayrı durublar. Onda bizə böyük ehtimalla x ilə y-in nisbəti lazım olacaq. Çünki vurma o tərəfə nə cür keçirdi bölmə. Hamısında baxın x y-lə nisbət şəklində yəni veriliblər. Onda gərək bölək. X-i y-ə bölək, görək nəyə bərabərdir. 10 kökün altında 7 böl kök 7. Bunları ayrı-ayrı da yazıram ki, rahat olsun. İndi bölmək nəyə çevrilirdi burada? Tərsə vurma verməliyik, düzdürmü? 7 bura, kök 10 bura. İndi kök 7-lər getdilər, getdi. X böl y demişdik də, düzdür? Bərabər olur nəyə? 10 kökün altında 10-a. Bölmə də o tərəfə nə cür keçirdi? Vurma kimi. X bərabərdir 10 vur kökün altında 10 y-ə. Keçək 12 elədik, daha doğrusu 13 də oxşardır, sizlikdir. Gedək 14-cü suala, sadə sualdır bu da. Kök 5 üstə gəl. Kök 5-dən bir şey çıxmaz, yazıram kök 5. 20-nin yerinə yazıram ki, 4 vur 5, 4-dən nə çıxdı? 2 kök 5. Aşağıda yenə 20 var. Yenə 20-nin yerinə yazıram ki, 2 kökün altında 5. Üstə gəl, yenə yazıram kök 5. 20-nin yerinə yazıram yenə 2 kök 5. Və aşağıda bu dəfə də kök 5 var idi. Kök 5-lərin də qabaqlarına əmsal olaraq 1 yazın ki, hesablayanda daha rahat hesablaya biləsiniz. İndi yazıram. 1 kök üstə gəl 2 kök. Eləyir 3 dənə kök. Məxrəcədə 2 dənə kök var idi. Keçirik bu tərəfə. 1 kök çıxılsın 2 kök. Verir mənə mənfi 1 kök. İndi burada gör nələr ixtisarı gedir. 3 ilə 5'lər getdilər. Qaldı yuxarıda 3 bölü 2. Çıxılsın. Burada da bunlar getdilər. Qaldı geriyə 1. Deməli 1,5-dən 1 çıxmaq lazımdır. O da verir bizə 0,5'i. Cavablar da adi kəsirlərdir deyə. Elə adi kəsir formasına yazırıq ki, bərabər olur 2-də 1-ə. Gedək 16-cı suala. 16-da nə verilibdir? Deyir A 0-dan kiçikdir. Yəni A mənfidir. 0 da B-dən kiçikdir. B-də müsbətdir. İndi nə verilir bizə? Cüt-cüt ixtisar getdik. Cüt-cüt gedəndə nə eləyirdi? Modulda. Üstə gəl. 16-dan nə çıxardıram? 4. 2-dir də bura, düzdürmü? Kvadratla da bu getdi, qaldı geriyə modula. İndi qalır geriyə hesablaması.
A-nın B-nin mənfi müsbətliyinə fikir verməyin. Sıfırı ortadan götürsən. A B-dən kiçikdir də, düzdürmü? Bura deməli nə imiş? Mənfi imiş. Gedək modulda A-ya. A sıfırdan kiçik idi. Bu da mənfi idi. İndi bunu açıram, sadələşdirmək lazımdır. Modulda A çıxılsın, B yerinə nə deyəcəm? B çıxılsınlar. Üstə gəlinsin 4 var idi. Bu mənfi də göndərdim bu tərəfə. Elə də çıxılsın 4-a. İndi səliqəli formada yazaq. Mənfi 1 buradan, mənfi 4 buradan. Verir bizə B çıxılsın 5-a. Bu da Y variantındadır. Keçək 17-ci suala uşaqlar. 17-ci sual üçün yer açaq. Deməli nə verilibdir bizdə 17-ci sualda? Baxaq, kökün altında kəsr xəttidir. Yəni kökün altında nisbət formasındadır. Onda bunları biz bir kökün altında da yaza bilərik də, düzdürmü? Yuxarıda yazılıb 4 üstə gəl kök 15, aşağıda yazılıb 4 minus kök 15. Gəl neyniyək? Surəti və məxrəci məxrəcin qoşmasına vuraq, daha rahat olsun deyə. Çıxmalı ifadədir. Çıxmanın qoşması nə idi demişdik? Toplama. 4 üstə gəl kök 15-ə vururam. Buranı da vururam. 4 üstə gəlsin kökün altında 15-ə. İndi nə qaldığına baxaq və ümumi kök işarəsi qoyaq. Və ardıncan da yazılmışdı nə? Çıxılsın kökün altında 15. Yəni buranı silək. Yox, siləndə o birisi də gedəcək. Qalsın. Deməli ayıraq bunları bir-birindən qarışmasınlar. Aşağıda nə alındığına baxaq. A çıx B, A üstə gəl B. Bu da müxtəsərlə nəyin açılışı idi bizdə? Aşağıda alınır 4-ün kvadratı, çıx kök 15-in kvadratı. Gedək yuxarıya. Yuxarıda isə 4 üstə gəl kök 15-dən 2 dənədir. Yazıram 4 plus kök 15-in kvadratı. İndi də ardıncan da nə gəlirdi? Çıxılsın kök 15 vermişlər. Baxaq. 4-ün kvadratı eləyir 16. Kök 15-in də kvadratı eləyir 15. 16-dan 15 çıxıram verir mənə nə? 1. Məxrəc ixtisar getdi. Yəni daha doğrusu yoxa çıxdı. Qiyməti 1 elədi. Yazmırıq artıq. Burada var idi kvadrat kök. Burada da var idi kvadrat. Cüt və cüt ixtisar gedir. Verir bizə 4 üstə gəl kök 15-in modulu. Az ki modulu qırıram. Niyə? Onsuz içərinin işarəsi müsbətdir. Və ardıncan da gəlmişdi ki, çıxılsın kök 15. 15-lər getdi. Qaldı geriyə nə? Elə müsbət 4-ün özü. 18-ci sual uşaqlar sizlikdir. Özünüz həll eləyirsiniz. 19-cu sualın oxşarı yoxdur. Yox, mən yazaram bunu. Deməli yazılıbdır 2 vur kök 18. Kök 18-i 9 vur 2 kimi parçalayıram. 9-dan çölə nəyi çıxardacam? 3-ü. 3 də çölə çıxanda 2 ilə rastlaşır. 3 vur 2 eləyir artıq 6. Buraya yazıram 6, içəridə də saxladım 2-ni. Çıxılsın. Gedirəm içərinin açılmasına. A üstə gəl B ifadəsi var. A üstə gəl B-nin daha doğrusu kvadratı. Necə açılırdı bu? A kvadrat, B kvadrat 2AB. Düzdürmü? Yazıram kök 6-nın kvadratı. Kökdə 3-ün kvadratı, üstə gəl 2 vur, bunların hasili. Əslində çıxartmasaq da elə həmin cavabı verərdi. Yox, çıxartmışıq artıq. 6-ların kvadratdan kökləri getdi. Burada qaldı geriyə 9. 6 minus kök 2. Çıxılsın 9. Mötərizədə yazaq. Üstə gəlsin 2 kökün altında 18 yazılmışdı. Düzdür? Bu mötərizələri də açaq. 6 minus kök 2 çıxılsın 9. Çıxılsın 2 kök 18. 2 kök 18 də elə 6 minus kök 2-yə bərabər idilər. Düzdür? Qiyməti bərabər olacaq. Neçəyə? Kökün altında 9-a. 20-ci sualdan davam eləyək. Uşaqlar deyir ki, B vurulsun kökün altında 6 bölü B ifadəsində bu kənarda olan B-nin kökün altına salınmasını istəyir. Ümumiyyətlə burada sadə misal kimi görünə bilər. Əslində bunların bir pillə çətinləri də var. Niyə? Çünki biz kökün altına göndərəndə deyirdi ki, əgər ifadə müsbətdirsə rahatlıqla göndəririk. Söhbət cüt dərəcəli köklərdən gedir. Tək dərəcəli köklərdə tək dərəcəlilər ümumiyyətlə rahat formada gedirlər. Amma cüt dərəcəlilərdə belə deyim də, yəni B müsbətdirsə, siz onu kökün altına göndərmək istəyirsinizsə, müsbət olduğu halda B-nin kvadratı kimi gedir. Əgər B mənfi ədəddirsə, bunu kökün altına göndərməkdən ötürü çöldə mənfi işarəsi yazılır. B kvadrat yazır. Yəni burada 2 dediyim bütün 2 n-lərə, yəni bütün cüt ədədlərə keçərli olan bir qaydadır. Müsbətdirsə rahatlıqla girir, mənfidirsə kənarda mənfi işarəsi yazılacaqdır. Deyəcəksiniz ki, biz bu içəriyə göndərmək istədiyimiz B-nin işarəsini necə bilək? Normalda misalların kənarına yazılır ki, B sıfırdan böyükdür ya da sıfırdan kiçikdir. Amma bu misalda yazılmayıb. Bu B-nin işarəsini də biz içəridən soruşa bilərik. Yəni çöldə B-nin işarəsi göstərilmirdi misalın kənarında. Onda necə soruşacaq? Əgər kökün altında 6 bölü B ifadəsi varsa, deməli bu ifadə kök altının mənası olmasından ötürü sıfırdan böyük olmalı idi, düzdürmü?
Daha doğrusu böyük bərabər də deyə bilərdik. Sıfırdan böyük olmalıdırlar. Onda 6-nı nəyə bölsəm müsbət eləyər? B-nin işarəsi nə imiş? B müsbət imiş. Onda B-ni rahatlıqla göndərə bilərəm. Nəyin yanına? 6 böl B-nin yanına. B içəriyə nə cür girir? Heç bir kənarda, yəni mənfi müsbət işarəsi qoyulmadan B kvadrat kimi girir. Burada yazırıq 6 bölünsün B. İndi baxın, B-dən bir dənə idi, burada da 2 dənə idi. İxtisar getdi, yuxarıda 6 B qaldılar. Deməli cavab D variantı olacaq. 21-ci sualdır, oxşar sualdır. Siz həll eləyirsiniz onu. Gedək 24-cü suala. 24-də nə verilibdir? B mənfidir. A-nın nə olduğunu bilmirik. Ailə içəridə də qalsın. A böyük ehtimal elə müsbət ədəd olacaqdır. İndi nəyə lazımdır bizə? Bura cüt dərəcə kökdür. 64-dən çıxır da rahatlıqla 8, düzdür? A çıxa bilir kökdən? Yox, onu içəridə saxlayacaq. Bəs burada kvadrat kvadrata aparsa nə qalırdı geriyə? Modul B. Vurulsun nə? Kökün altında A. İndi baxaq. B-nin işarəsini misal bizə nə demişdi? B demişdi ki, mənfidir. Onda qabağına mənfi işarəsi yazıram. Mənfi 8B A-da çıxa bilməmişdi. Bu da C variantında olacaq. Gedək 23-cü testdə. 23-də deyir ki, dəyişənin hansı qiymətində bu ifadənin mənası var. Əgər o ifadənin mənası varsa, içərisi sıfırdan böyük bərabərdir. Çünki cüt dərəcə söhbəti, kvadrat köklər var burada. İndi mənfi 10-u atıram o tərəfə, eləyir müsbət 10. Bunu da 5-ə bölürəm. X böyük bərabərdir 2. Bunu da interval kimi necə yazırdıq uşaqlar? 2 müsbət sonsuzluq şəklində. Gedək 25-ci suala. 25-də nə verilibdir? Kök 2 çıx 1 ilə kök 5 plus 1 aralığında neçə dənə tam ədəd var? Yazaq, kök 2 çıxılsın 1. Kök 2-dən neçə çıxdığını necə tapırıq deyim sizə. 2 yazaq, 200. Bunu belə deyim də, yüzlük bir ədəd şəklində göstərdik. 200-dən geridə duran hansı kvadratik ədəd var? 196. Oradan nə çıxırdı? 14. 196 yəni nəyin kvadratı idi? 14-ün. Onda bu da 1,4-dür. Onda təqribi olaraq yazıram. Kök 2-dən çıxdı 1,4 minus 1. Yuvarlaq olaraq mənə nə verəcək? 0,4-dür. Gedək kök 5-ə. Üstəgəl 1 yazmışdı. Kök 5-i də onda belə yazıram. Kökün altında 500 şəklində. 505,00 şəklində. 500-dən də geridə duran kvadratik ədəd 484-dür. O da təqribi olaraq, daha doğrusu 2,2-yə bərabər olurdular. Ardınca da yazılmışdı ki, plus 1. Topladım, bunda nə verdilər bizə? 3,2. Deməli, 0,4 ilə 3,2-nin arasındakı tam ədədlərdən gedir söhbət. 1, 2, bir də 3. O da bizə onların sayını soruşmuşdu. Deməli, 3 dənə belə ədəd var. 26, 27, 28, bunlar hamısı eyni tipdə suallardır uşaqlar. Özünüz həll edirsiniz. Gedək 29-cu suala. Yaxşı uşaqlar, 29-da nə verilibdi? İç-içə köklər verilibdi və sonlu sayda da 4 dənə element var. Nə yazırıq? Kök 13 üstə gəlinsin, kök 9. Kök 9-dan nə çıxacaq uşaqlar? 3. 13-ün üstünə 3 gələndə nə eləyir? 16. 16-dan nə çıxdı? 4. İndi buranı tapdıq, düzdür? Gedirəm yanınca. 21 üstə gəlsin bu ifadə. Qiyməti də neçə çıxmışdı? 4. 21-in üstünə 4 gəldim, nə verdi mənə? 25. 25-dən nə çıxdı? 5. Buranı da sildim. Qaldı geriyə ümumi kökün altında 4 plus bu ifadə. Qiyməti bərabəridir nəyə? 5-ə. 4 plus 5-im 9 eləyir. Buradan da neçə çıxacaqdı? 3. Deməli cavab C variantı olacaq. Gedək 31-ci testdə. 31-də toplamadır uşaqlar. Kök altda 75. 75 necə yazılır? 25 vur 3. Məsəl üçün 75-i tapmaq asandır da, düzdürmü? 25 vur 3. Amma 108-i tapanda biraz uşaqlar çaşırlar. Onda belə deyim. Burada 25 çıxa bilən ədəddir, düzdürmü? Yəni kvadratikdir, amma 3 çıxmadı, düzdür? Deməli, böyük ehtimalla 108-in də içərisində 3 ayırmaq lazımdır. 108-i 3-ə bölürəm, eləyir 36 vur kök 3. Çıxılsın, eyni məntiqdən 48-i də 3-ə bölürəm. 16 vurulsun 3 şəklində göstərdim. Deməli, 75 ilə çıxartmışdıq hazır 5 kök 3. 36-dan çıxır 6, 16-dan çıxır 4. İndi kök 3-lərdən fikir vermirəm. 5 üstə gəlinsin 6 eləyir 11. 11-dən də 4 çıxıram. Nə verir bizə? 7. Deməli, cavab 7 kökün altında 3-ə bərabər olacaq. 32, 33 eyni tipdə suallardır. Gedək 34-cü suala. 34 kəsr hissə sualıdır. Əslində bunu həqiqi ədədlərdə keçmişdik biz. Ədədin kəsr hissəsi nə formada tapılırdı demişdik? Ədədin özündən tam hissəsini çıxırdıq. İndi yazıram kök 13-ün tam hissəsi. Tam hissəsi dəqiqliklə bilə bilirik ki, neçəyə bərabərdir? Kök 13-dən geridə duran kvadratik ədəd neçədir?
9. 9 nəyin kvadratı idi? 3-ün. Yəni burdan 3 tam neçəsə belə deyim də 3 tam 10-dakı məsəl üçün də ardını bilmirəm. Bax ardını bilmirəm, yəni kəsr hissəsini dəqiq bilmirəm. Amma tam hissəsi dəqiq neçəyə bərabər idi? 3-ə. İndi yazıram kəsr deməli nəyə bərabər imiş? Verilən ədəd. Verilən ədəd kimdir? Elə kök 13-ün üzü. Çıxılsın bunun tamı. Tapdıq bunu. İndi deyir ki, kəsr hissəni bu ədədə vur. Kök 13 çıx 3 kəsr hissəyidir. Bunu vurmağını istəyirsəndən 13 üstə gəl 3-ə. İndi baxın, yenə müxtəsər var burada. Baxın, kök 6-da müxtəsər vurma düsturları əsasda kvadratlar və həqiqi düsturu çoxdur. Bu da nəyin açılışı idi bizdə? A kvadrat çıx B kvadratından. Yəni kök 13-ün kvadratı çıx 3-ün kvadratı. Kvadratlar getdi, 13 qaldı. Burada da 9 qaldı. 13-dən də 9 çıxdıqda bizə neçə verdi deməli cavabda? 4 eləyəcək. 36-cı sualda uşaqlar deməli verilibdir bizə 7/7 minus 5, bu da 5/7 plus 5. Əslində məxrəcləri irrasionallıqdan azad eləyə də bilərik, ya da ortaq məxrəcə gətirə bilərik. Ortaq məxrəcə ilə olar bunların ikisinin hasili. Yazaram məxrəcə kök 7 çıx kök 5, bu birisinə də yazaraq kök 7 üstə gəl kök 5. İndi gedək nəyə? Bu ifadə toplamalıya vuruldu, düzdürmü? Kök 7-ni vurdum toplamalıya. Arada qoyulubdur çıxma, çıxmasını qoyaq. Mötərizəni açaq. Bu da çıxmalıya vuruldu. Kök 7 çıx kök 5-ə vuruldu. Yazaq indi. Məxrəcə baxaq. Məxrəc görək nə formadadılar. Yenə A minus B, A plus B var. Bu da bizə verəcək ki, A-nın kvadratı çıx B-nin kvadratı. Yəni kök 7-nin kvadratı çıx kök 5-in kvadratı. 7 minus 5 bərabərdir 2. Məxrəcimiz 2 oldu. Yadda saxlayaq. Gedək surəti işləməyə. Kök 7-ni deməli vururam kök 7 plus kök 5-ə. Kök 5-i vururam kök 7 çıx kök 5-ə. Nə qaldığına baxaq. Kök 7-ni kök 7-yə vururam eləyir 7. 7-ni 5-ə vururam verir mənə 35. Çıxılsın. Yenə 5-i 7-yə vururam eləyir 35. Mənfini mənfiyə müsbət eləyirdi. 5-i də 5-ə vururam eləyir 5. Nə qaldığına baxaq. 35-lər gedir buradan. 7 üstə gəlsin 5 eləyirdi. Eləyirdi 12. Deməli surətdə aldıq 12, məxrəcədə 2 almışdıq. 12-ni də 2-yə bölürük, verir bizə 6. Deməli 36-nın cavabı A variantı olur. Deməli 38, 39, əslində 38-ə aid işləmişdik. Yenə məxrəcin irrasionallıqdan azad edilməsidir. Yox yazaq, yenə çıxmalı ifadə verilibdir. Bunu irrasionallıqdan azad elindir. Surəti və məxrəci məxrəcin qoşmasına vururam. Çıxmanın qoşması da demişdik ki, toplanmadır. Yazırıq 2 kök 3 üstə gəl 3. Yəni çıxmanı vermişdi. Biz hər tərəfi toplamalıya vurduq. İndi baxıram. Yenə A çıx B, A üstə gəl B. Verir mənə 2 kök 3-ün kvadratı çıx 3-ün kvadratı. 2-nin kvadratı eləyir 4. Kökün də kvadratı getdi. 4 vurur 3 neçə elədilər? 12. Çıx. 3-ün kvadratı nə verir mənə? 9. Çıxanda nə qalır geriyə? 3. Deməli, məxrəcdə qaldı 3. Yuxarıda qalmışdı 3. 2 kök 3 plus 3. İndi buradakı 3-lər ixtisar getdi. 2 kök 3 plus 3 elədilər. 39-cu sualda oxşar sualdır. 40-la 41 eynidirlər. 41-i yazın, burada yer var deyə 40-ı da uyğun formada həll eləyərsiniz. Yenə ortaq məxrəcə gətirmək lazımdır. Yenə qoşmayasına vursaz da eyni şəkildədirlər. Ortaq məxrəc ilə məxrəclərin hasili olsun. 9 plus kök 5, 9 minus kök 5 yazırıq. Bu formada verdik. Toplama olanı çıxmalıya vurdum. Yuxarıda 9 çıx kök 5 elə var idi. Bir dənəsində yazdım, çünki vurmuşduq. Üstə gəl. Yuxarıda 9 plus kök 5 var idi. Həmin surəti də yenə nəyə vurmuşduq? Plus 5 olana. Əslində müxtəsər də görə bilərsiniz burada. Nə aldığına baxaq. A üstə gəl B, A çıx B. Bu da bizə nəyi verirdi? Yenə A kvadrat çıx B kvadratını. Yəni məxrəci davam elətdirək. 9-un kvadratı 81, çıx kök 5-in kvadratı 5. 81-dən 5 çıxdım. Neçə elədilər? 76. Bu bizim məxrəcimizdir. Gedək yuxarıya. Yuxarı nədirlər? 9 minus kök 5-dən 2 dənədir, yəni kvadrat qədərdir. 9 üstə gəl kök 5-dən də yenə kvadrat qədərdir. Açaq bu ifadələri. Burada fərqin kvadratı verəcəm. Necə açılırdı? Birincinin kvadratı üstə gəl ikincinin kvadratı çıx hasillərini 2 misli. 9-un 2 misli eləyir 18, yanında kök 5. Eyni ifadəni bura kopyalayırıq. Bu dəfə deməli 81 verək daha doğrusu.
Açılışında, burada açılışında çıxılsın 2AB idi. Burada açılışında üstəgəl 2AB idi. Deməli 9-un kvadratını yazdıq 81. Bunu da yazdıq. Qaldı geriyə hasillərinin 2 misli. İndi baxın bunlar bir-birlərini apardı. 81 plus 5 eləyir bizə 86. Burada da yenə 81 plus 5 86. 86-nı 86 ilə toplayıram, verir mənə 172. 172 bizim sürətimiz idi. Məxrəcdən almışdıq, 76 almışdıq. Bunu da 4-ə ixtisar eləyə bilərikmi? Bilərik. Deməli 172-ni 4-ə bölsəm verəcək mənə 43, 76-nı 4-ə bölsəm verəcək 19. Deməli cavab C variantı olacaq. Keçək 42-ci testdə. 42-də nə verilib? Kök altında 8. Bunu necə yazarıq? 4 vur 2. 4-dən nə çıxar? 2 kök 2. Üstə gəl 3 kök 2. Böl yenə 2 kök 2. 2 ilə 3-ü toplayanda verir mənə 5 kökün altında 2. Aşağıda isə qalmışdı 2 kökün altında 2. Köklər ixtisar getdi. 5 bölü 2, 2 tam onda 5 edir. Bəs 2 tam onda 5 hansı aralıqda yerləşir? 2 ilə 3-ün arasında. Deməli cavab A variantı olacaq. 43-cü sualda oxşar sualdır. Özünüz həll eləyirsiniz. Gedək 44-cü suala. Kök var, kvadrat var. Cütlər bir-birlərini apardı, qaldı geriyə. Modul 5 çıx 9. Bunun kvadratı eləyir 5, bunun kvadratı 81. Niyə kvadrata yüksəltdim? Rasional ədədlərdə, daha doğrusu bu rasionaldır, kök 5 irrasionaldır. Əslində baxanda da görünür ki, kök 5 normal 9-dan kiçikdir. Deməli bu modulun içərisi mənfi oldu. Onda mənfidirsə azalanla çıxılanın yerini dəyişirəm. 9 çıx kök 5 eləyir. Bu da bizdən soruşur ki, bu hansı iki qonşu tam ədəd arasında yerləşir? 9 çıxılsın kök 5-i deyirdi. Kök 5-i yuvarlaq göstərək. Yazaq yerinə 500, 5,100 kimi. Bu da eləyir 2 tam onda 2. 9 minus 2 tam onda 2. Yuvarlaq şəkildə göstərsəm 6 tam onda 8 eləyir. Bəs bu hansı ədədlərin arasında yerləşir? 6 ilə 7-nin arasında. Deməli cavab D variantı olacaq. 45 oxşar sualdır, özünüz həll eləyirsiniz. 46-cı suala baxaq. 46-cı sualda əvvəldə buna aid işləmişdik də, deyim neçələrdə var idi. 46-ya aid buralarda olmalı idi. 16-cı sualla eyni sualdır. Yazaq yenə də 46-nı. Oxşar da olsa 47-ni özünüz həll eləyərsiniz. Yenə cüt dərəcə kökün altı verilibdir, bir də qüvvət verilibdir. Cütlə cüt gedir, qalır geriyə. Modulda A minus B üstə gəl. 25-dən 5 çıxır. Yenə kvadrat kökdür. Yenə cütlə cüt gedir, qalır geriyə modula. Bərabərdir. A B-dən kiçikdir. Deməli bu işarə mənfidir. A özü də 0-dan kiçikdir. Yəni deməli A da mənfidir. Burada azalanla çıxılanı yerini dəyişirəm. B çıxılsın eləyirəm. Buradakı mənfini də göndərirəm qabağa. Çıxılsın 5 eləyirəm. B yerində qaldı. Bir dənəsi, bu da 5 dənəsi. Mənfi 1 ilə mənfi 5 eləyir. B çıxılsın 6. 47-ci sual uşaqlar sizlikdir. Özünüz həll eləyirsiniz. Keçək 48-ci suala. 48-də nə verilibdir? Kök 24 minus 5 yeni tipli suallardandır bu. Üstündə 11. Vurulsun kök 3 plus kök 2-nin üstündə 22. 22-ni belə parçalayaq uşaqlar. 2 vurulsun 11 şəklində. Kök 3 üstə gəl kök 2-ni o da kvadrata yüksəltmək lazımdır. Biz nə deyək ki, 11 burada da var, ortaq vuruq kimi. Burada da yəni ortaq qüvvət şəklində. Daha doğrusu burada da var. Onda kök 3 üstə gəl kök 2-ni kvadrata yüksəldirəm. Kök 3-ün kvadratı eləyir 3. İkinci ədədin kvadratı eləyir 2. Və hasillərinin 2 misli eləyir 2 kökün altında 6. 3 üstə gəl 2 verir mənə nə? 5. Burada da nə qaldı? 2 kökün altında 6. İndi baxaq. Kök 24 çıxılsın 5 yazmışdı. 24-ün yerinə 4 vur 6 deyə bilərik də, düzdürmü? 4-dən nə çıxır? 2, 6 qaldı içəridə. Çıx 5 üstündə 11 və bunun ardınca nəyi qoşuruq? Bu ifadəni sadələşdirmişdik. Nəyə bərabər olmuşdu? 2 kökün altında 6, üstə gəl 5. Kvadrata yüksəltmişdik, amma 11 qalmışdı. İndi 11 hər ikisində ortaq qüvvətdir də, düzdürmü? Kənara alaram 11-i. Bu ifadələri bir-birlərinə vuraram. 2 kökün altında 5, yenə bir dəfə fərqini yazdım, bir dəfə cəm. Və 11 bunların ortaq qüvvətidir. Kənarda qalır. İndi baxaq. 2 kökün altında 6. Yəni A yenə çıx B, A yenə üstə gəlsin B ifadəsi var. Birincinin kvadratı. 2 kök altda 6-nı kvadrata yüksəltsəm, verir mənə kök 24 çıxılsın. Mənfi 5-i kvadratı eləyir çıxılsın 25. 24-dən 25 çıxıram və bunu yüksəltmək lazım idi 11-ə. 24-dən 25 çıxdım. Mənfi 1. Bunu da 11-ə yüksəldəndə yenə mənə verəcək nəyi? Mənfi 1-i. Deməli düzgün cavab Y variantı olacaq.
49-cu sualda məxrəcləri, surəti və məxrəci surətin qoşmasına vurmaqla, daha doğrusu məxrəcin qoşmasına vurmaqla həll eləyə bilərsiniz. 49-u yazaq onda burada. Yer açaq. Bir dənə 49-dan ötrü yazaq. 49-da nə verilmişdir bizə? Deməli 1 kökün altındadır. Yazıbdır 7 çıx kökün altında 6, 7 üstə gəlsin kökün altında 6. Onda hər tərəfi toplamalısına vurdum. 7 üstə gəl kökün altında vurdum. Bunu da 7 üstə gəl 6-ya vurmaq elə özünə vurmaq deməkdir. Ona görə də kvadrat yazdım bunun yanında. Bərabərdir nəyə? Burada baxın uşaqlar. A çıx B, A üstə gəl B-yə görə. Kök 7-nin kvadratı çox kök 6-nın kvadratı. Yəni 7 minus 6 1 eləyir məxrəcdə. Onda məxrəc 1-dir yazmıram. Burada da kvadrat edirlər. Cütlə cüt ixtisar gedir, qalır geriyə. Modulda 7 üstə gəl kökün altında 6. Bu da elə müsbətdir deyə elə özü qalır. Eyni məntiqlə bu hissəni də eləyək. Yazıram kökün altında. Yenə kök 7 çıx kökün altında 6. 7 üstə gəlsin kök 6. Yenə surəti və məxrəcin qoşmasına vururdum. Burada da yenə özü eləyəcəkdi. Kvadratı qədər eləyəcəkdi. Bura yenə verəcəkdi bizə 1-i. Bu da yenə verəcək modulda 7 çıxılsın 6. Burada da 7 6-dan böyükdür. İçərisi müsbət olurlar. İndi baxaq. Bunların arasına nə qoyulmuşdu? Birinci ifadədən ikinci ifadənin çıxılmasını istəyirdi. 7 üstə gəl 6-dan çıxmaq istəyirdi. 7 çıx 6-nı. Mötərizələri açaq. Birinci ifadə olduğu kimi qalır. İkinci ifadədə 7-nin qabağına mənfi yazdım. Çıxmada olur toplamaya. İndi baxaq 7-lər getdi. 1 dənə kök 6, üstə gəl ikinci dənə də kökün altında 6. Verir bizə nəyi? 2 kökdə 6-nı. Deməli burada da cavab A variantı olacaq. Gedək 50-ci suala. Deməli 50-dən ötürü bura yazaq. Yer qalsın. Nə verildiklərinə baxaq. 12 verilibdir. 12 necə parçalayarıq? 4 vur 3. Baxın 1 yazırıq bura. Birinci bu ifadəni, yəni hərəsini ayrı-ayrıda sadələşdirək, qiymətlər çıxacaqlar. 12-dən nə çıxır? 4 vur 3 desəm, 2 kökün altında 3. 27-ni 9 vur 3 desəm, 3 kökün altında 3. Bir də 5 kök altdakı ilə də işimiz yoxdur, qalsın. 1 yazdım. 2 dənə kök 3, 3 dənə kök 3. Eləyir 5 dənə kök 3, çıx 5 dənə kök 2. Ortaq məxrəc olaraq, daha doğrusu məxrəcdə ortaq vuruq olaraq 5-i aldım kənara. Qaldı kök 3, çıxılsın kök 2. Bunu da qoşmasına vurub kəsirdən xilas eləyək. Daha doğrusu irrasionaldan xilas eləyək. Bu da verir mənə kök 3-ün kvadratı çıx kök 2-nin kvadratı. Bunların hasili, daha doğrusu kvadratlarının fərqi 1 eləyir. Məxrəcə də saxladım nəyi? 1-i. Yuxarıda da kök 3, üstə gəl kök 2. Bu bizim birinci kəsrimizdir. Saxlayaq yadda. Gedək ikinci kəsrə. İkinci kəsri burada yazım. 1 bölünsün. Kök altda 3 sadədir. Bundan işimiz yoxdur. 48-in yerinə deyirəm ki, 16 vur 3. 16-dan da 4 çıxır, 3 qalır. Üstə gəl 5 kökün altında 2. Burada da 1-i yazaq, xəyali olaraq görə biləkdir. 5 dənə kök 3, üstə gəl 5 dənə kök 2. Burada da 1 yazdım. Yenə 1, 5-i burada saxladım. Kök 3 üstə gəl kök 2 qalmışdı. Yenə surəti də məxrəci də məxrəcin qoşmasına vuracam. Kök 3 çıxılsın kök 2-yə. Kök 3 çıxılsın kök 2-yə vuracaqdıq. Nə qaldığına baxaq. Yenə kök 3-ün kvadratı çıx kök 2-nin kvadratı. O da elə yenə 3 çıx 2, yenə 1 eləyir. Məxrəcə yenə qaldı 5. Burada qaldı kök 3 çıxılsın kök 2. Bu da ikinci kəsrimizdir və axırıncı kəsrimizdə də nə verilmişdi bizdə? 4 böl 5 kök 2. Dənə baxaq. 4 böl 5 yanında kök 2. Kök 2-nin qoşması yenə kök 2-dir. Özünə vurdum. Kök 2-ni kök 2-yə vuranda eləyirmi? 2. 4-lə də 2 ixtisar gedir. Yuxarıda qalır 2. 2 kökün altında 2, 5. Bu da bizim üçüncü kəsirimiz. İndi kəsirlər arasında nə qoyulubdur? Hər ikisində çıxma var. Deməli, birinci kəsiri yazaq. Birinci kəsirdə, baxın bu kəsirdir. Bu hissədəkidir. Yazıram ora. Nə idi deməli? Məxrəc 5 idi. Kök 3 üstə gəl kök 2 idi. İkinci bir də üçüncü kəsirlərə baxın uşaqlar. Hər birində məxrəc 5-dir. Arada qoyur çıxma. Məxrəcə artıq 5-i bir də yazmıram da. Kök 3 çıx kök 2 ifadəsi. Yenə çıxma, üçüncü kəsir. 2 kökün altında 2. Baxaq, kəsir xəttini uzadaq. Nə qaldığına baxaq. Kök 3 üstə gəl kök 2. Qabağında çıxma var. Çıx kök 3.
Çıxma olduğuna görə içəridəki müsbət oldular. Bir də 2 kökün altında 2. Baxaq, 3-lər bir-birləri ilə getdi, 0 elədi. Bir dənə kök 2, üstə gəl bir dənə kök 2, verir mənə 2 dənə kök 2-ni. Bunu da buradan çıxardanda yuxarıda qaldı 0. Məxrəcidə 5 var idi. 0-ı da 5-ə bölürük və bu uzunluqda misalın cavabı axırda çıxacaq heç bir əziyyət çəkməmiş kimi 0. Baxaq, 53 oxşar qaydadır, siz həll eləyərsiniz. 0,9 yazıb. Bəzən uşaqlar onu çaşırlar, oradan elə 10,3 çıxardırlar. 10,3-ün kvadratı uşaqlar %9-dur. Amma burada 10,9 yazılıbdır. 10 da adi kəsir kimi yazıram. 10,9. İkinci ədədin yerinə, yəni 2,5-in yerinə yazıram. 25 böl 10. Axırıncı ədədin də yerinə yazıram. 144 bölünsün 10. İndi bir dənə baxaq. 9-dan nə çıxır? 3. 25-dən nə çıxır? 5. 144-dən nə çıxır? 12. Hamısında da məxrəcdə kök 10 qalmışdı. İndi hesablayaq. 3 üstə gəl 5, 8. Üstünə də 12 gəldim, 20. Məxrəcdə nə var idi? Kök 10. Amma məxrəci bu formada saxlamayıblar, qoşmasına vurublar. Kökün qoşması elə yenə özüdür. İndi kök 10-u kök 10-a vuranda eləyir 10. 20 də vurdu, 10'u öldürdü. Qaldı geriyə. 2 kökün altında 10. Bu da C variantındadır. Keçək 54-cü suala. Deməli, 54-cü suala baxırdıq. 54-də nə veriliblər? A bərabər idi kök 5 üstə gəl 1 bölünsün 2 minus kök 5. Çıxmanın qoşması nə idi? Toplama. Yazıram 2 üstə gəl kök 5-ə vurdum buranı. 2 üstə gəl kök 5-ə vurdum. Düzdürmü? İndi A çıx B, A üstə gəl B. Necə açılırdı bu? Birincinin kvadratı çıx, ikincinin kvadratı. 2-nin kvadratı 4, kök 5-in də kvadratı eləyir 5. 4-dən də 5 çıxdım, nə verdi mənə? -1. A deməli bərabərdir. Kök 5 üstə gəl 2 kök 5, 2 plus kök 5, qabağında nə işarəsi ilə? Yəni -1-ə bölmək. Onun da işarəsini dəyişirəm. Müsbət 2 idi olur -2. Müsbət kök 5 idi, olur mənfi kök 5. Bunlar da ixtisar getdi. A bərabər oldu -2-yə. Bizə nə istəyirdi? Deyir ki, hansılar irrasionaldır. Biz A ədədini tapdıq ki, A ədədi rasional oldu. Gedək indi B-yə. B-də nə verilibdilər? B-də verilibdi ki, kök 3 çıxılsın 1 böl 2 minus kök 3. Onda yenə bunu da toplamaya vuraq, yəni qoşmasına. 2 üstə gəlsin, kök 3-ə vururam. Yenə açıram. 2 çıx kök 3, 2 üstə gəl kök 3. Verir mənə 2-nin kvadratı çıx kök 3-ün kvadratı. 2-nin kvadratı eləyir 4, kök 3-ün kvadratı da 3 eləyir. 4-dən də 3 çıxdım, qaldı geriyə 1. Yəni bura 1-dir. Nə qaldığına baxaq. Kök 3 çıxılsın bu ifadə qalmışdı. Mötərizəni açanda içəridəki işarələr dəyişdi. Müsbət 2 idi oldu -2. Müsbət kök 3 idi oldu -kök 3. Yenə köklər getdi. Qaldı geriyə -2. B ədədi də rasional ədədi oldu. Qaldı geriyə C. C-yə baxaq. C nə bərabərdir? Kökün altında 10 idi. Üstə gəl. 1 böl kökün altında 10, üstə gəl 3-dür. Toplamanın qoşması çıxmadır. Çıxmaya vururam yenə. Kök 10 çıxılsın 3 eləyirdilər. Kök 10-un kvadratı, çıx 3-ün kvadratı. 10 çıx 9 bərabərdir nəyə? 1-ə. Yəni məxrəc 1 elədi, silirəm gedir. C-ni davam edirəm. Deməli alındı kök 10 üstə gəl. Burada qabağında müsbət işarəsi var. Ona görə rahatlıqla açılır. 10 minus 3. 10 üstə gəl 10 eləyir 2 dənə 10-luq. Çıxılsın kök 3. C ədədi buna bərabər oldu. Amma bu necə ədəddir? İrrasional axtarırdıq da biz, düzdürmü? Bu ədəd də irrasional oldu. O bizdən nəyə soruşur? Hansı irrasionaldır? Yalnız C ədədi irrasional olacaq. Deməli 56-cı suala baxaq. 56-dan ötürü bura boşluq eləyək. 56-da yenə eyni formada ədədlərdilər. Yəni yuxarıdakılara oxşar misaldır. A ədədi verilmişdi. Buradan davam eləyim də qısaca. Deməli nə verilibdir bizə? Çıxmalı ifadədir, məxrəci irrasionaldır. Tez qoşmasına vururam. Qoşması da toplamadır da, düzdürmü? Kök 12-yə vururam. Kökü 13 plus kök 12-yə vurduq. İndi nə qaldığına baxaq. A çıx B, A üstə gəl B. Verir mənə birincinin kvadratı, kökün kvadratı artıq bildinizdə ədədin özü eləyir. Çıx ikinci ədədin kvadratı. Neçə elədi? 1. Məxrəcə 1 yazmağa ehtiyac yoxdur. A bərabər oldu deməli nəyə? 2 vurulsun, kökün altında 13, üstə gəl o 2 kökün altında 12. 12-ni parçalaya da bilərik, belə də saxlaya bilərik. Baxaq, deməli variantlar hansına uyğun gələcəksə, gəlin 12-ni parçalayaq. 12-nin yerinə deyirəm 4 vur 3. 4-dən də 2 çıxır da, düzdürmü? Buna bərabər oldu. Gedək B ədədinə.
B-yə qarışmasın. Baxaq. Məxrəcə yazılıb 4 bura, kökü 13 bura. Üstə gəlinsin. Buranın məxrəci 2-dir. 4-ü aparmaqdan ötürü 2-yə vurulacaqdıq. Eləyəcəkdik 2, üstə gəlsin kökün altında 13. İndi bir dənə baxaq uşaqlar. Kök 13 yerinə istəsəz T də deyə bilərsiniz və s. Bura olsun lap x-la işarə eləyək. Məsəl üçün A bərabərdir 2x-a. B isə bərabərdir x bölünsün 4-ə. İndi A ilə B-nin arasında nə əlaqə var, onun tapılmasını istəyirlər. Gəlin A-nı B-yə bölək. Görək nə verəcək bizə. 2x böl x böl 4. Bölmələr tərsə vurmaya çevrilir. 4 bura. Deməli, A-nı əgər siz B-yə bölsəz, verərmiş sizə 8. Onda B-ni 8-ə çarpaz vururam. A nəyə bərabər imiş? 8 B-yə. Deməli, A variantı olacaq. Burada da nəyə əvəz etməyə getdik? Uşaqlar, x-a niyə verdim? Hər dəfə bu uzunluqda, yəni kökaltılı ifadə yazmaqdan vaxt itirməyəsiniz deyə. Keçək, deməli, 57-ci suala. 57-ci sualı nə formasında həll eləyək? Baxaq. Bunun üçün uşaqlar 2 kökün altında onun qiymətini bilirik ki 1024'dür. 2 kökün altında 6'nın qiyməti 64'dür. Çıxılsın 3 bölünsün 31. Yuxarıdan nə eləyir? Deməli 1088. Buradan da 3'ün çıxanda qalır geriyə 1085. Bunu da 31'ə böləndə uşaqlar bərabər olur 35'ə. Kök altı hələ də qalmışdı və kök altında 35'i çıxarda bilirikmi? Yox. Elə bu formada qalırlar. Gedək 58-ci suala. 58-də kök 2-ni birinci yazılmış kimi fərz edin. Baxın kök 2-ni burada yazırlar. Burada olanda biraz uşaqlarda çaşqınlıq yaradır. Vurmaq lazımdır. 3'ü 3 kök 32-ni vururam kök 2-yə. 32-ni 2-yə vuranda eləyir 64. Üstə gəl. 4 kökün altında 18 idi. Bunu da vurdum 2'yə. Bunu da yerinə elə birbaşa 36 deyə bilərdik. İndi 3. 64'dən nə çıxacaq? 8. Üstə gəl 4 vur. 36'dan nə çıxacaq? 6. 3'ü 8'ə də 24. 4'ü 6'ya da 24. 24, 24 bizə neçəyə bərabər olacaq? 48'ə. Gedək 59-cu suala. 59'da nə verilibdir? Deyir 4 kökün altında 3'ün tam hissəsini tapın. Bunu uşaqlar kökçü çıxartmaqla, çölə çıxartmaqla getsəz, qeyri-dəqiq qiymətlər almaq ehtimalınız var. Ona görə gəlin 4'ü kvadrata yüksəldib göndərək içəriyə. 4'ün kvadratı eləyir 16. 16'nı da 3'ə vururam eləyir 48. 48'in tam hissəsini istəyir. Kök 48'in. Bilirik ki 49 olsaydı, 49 və biraz böyük ədədlər olsaydılar, oradan 7 çıxırdı. 48'dən geridə duran kvadratik ədəd hansıdır uşaqlar? 6. Deməli, bu ədədin tam hissəsi bərabər olurdu neçəyə? 6'ya. Gedək 61-ci suala. 61'i buradan yazaq. Deməli, nə verilibdir 61 üçün bizdə? 61'də deyir ki, x 5 ilə 9 arasında bir ədəddir. Cüt dərəcə kökün altında x minus 9'un kvadratı, bir də cüt dərəcə kökün altında x plus 5'in kvadratı. İndi baxaq. Cüt aparanda demişdik ki, modulda çıxır. X minus 9. Yenə cüt aparanda modulda çıxdı. İndi x 5 ilə 9 arasında hər hansı bir ədəddən. Əgər mən 9'u çıxsam, mənfi eləyər. 5 ilə toplasam, müsbət eləyər. Onda burada nə edirik? Əgər çıxmalı ifadə idisə, demişdik ki, qısa yol olaraq azalanla çıxılanın yerini dəyiş. Bu bir ifadəndə olduğu kimi buraya yazırıq. X-lar gedir burada, qalır geriyə 9 plus 5. Bu da verəcək bizə neçəni? 14'ü. Və qaldı 62-ci sual, oxşar sualdır. Özünüz həll edirsiniz. Baxırıq axırıncısına, yəni bu mövzunun axırıncı testi 63-ə. AB və BA 2 rəqəmli ədədlərdir. Kökün altında AB, üstə gəlsə kökün altında, eyni kökün altında daha doğrusu BA. AB ilə BA-nın bir dənə açılışını yazaq, yadınıza gəlirsə. Nəyə bərabər idi? Qısa yol olaraq demişdik ki, 11 AB idi. Hardan gəldiyinə baxaq. AB-nin açılışı 10A plus B, bunun da açılışı 10B üstə gələ. Verir mənə 11A üstə gəlsin 11B-ni. İndi yazırdıq. Bunun üçün deyir ki, 11 vurulsun A plus B ədədi nə ədəddir? Rasional. Rasional nə deməkdir? Bu deməli kökün altından çıxa bilir. Onda A üstə gəl B-də 11'in qoşmasıdır. Yəni kök 11'in qoşmasıdır. Yəni 11'ə bərabər olmalıdırlar. O da bizdən soruşur ki, belə AB ədədlərinin sayının tapılması. Bir də nəyi nəzərə alın? A və B hər ikisi başda gəlibdilər deyə 0 ola bilməz. Normalda rəqəm olanda 0-dan 9'a deyirdik, amma bunu 1-dən 9'a götürdük. Deməli, AB ədədlərini belə ədədlər cütünü yazmaq istəyirəm. Birincisi 2, 9. Və bunların bir-birlərinə fərqliliyi verilmişdi. 29 yazdımsa 92'ni də yazam. 38, 83, 47, 74 yerlərini dəyişirəm. 56, 65. Deməli 1, 2, 3, 4,
5, 6, 7, 8. Beləcə 8 dənə bunu ödəyən fərqli qiymətlərimiz var. Deməli 63-ün cavabı 8 olacaq.